İnsan övladına çox güclü dəstək olan, sağlamlığımızı qoruyan, dəmir ilə zəngin olan bu mükəmməl doşab və yaxud bəhməz. Bəli, sual verirsiniz ki, doşab bəhməzdir mi? Bəhməz, bəli. Doşab elə bəhməzdir, bəhməz elə doşabdır. Bəs faydaları insan orqanizm üçün nə kimidir? Onu da yaxınlatırım. Doşab birinci nömrədə qanın dostudur. Belə qanı birbaşa təmizləyən, qanı artıran bu mükəmməl məhsul doşab adlanılır. Qaraciyərin demək olar ki, özüdür, mən buna elə adlandırıram. Ürəyin gözəl, doğru, dürüst işləməsi üçün mükəmməl vasitədir. Qanın təmiz olması və insana fayda vermək üçün, sağlamlığını qorumaq üçün qanın demək olar ki, özüdür dostlar. Mütəmadi olaraq istifadə edin. Damar tutulmasının qarşısını alır. Qanda mikrob bakteriyaları aradan qaldırır. Yəni təmiz qan sizə istehsal etmək, qaraciyərin təmiz qan istehsal eləmək üçün əla vasitədir. İnsan orqanizmi əsas orqanlardan sayılan qaraciyər, ürək və insanın bütün bədəni qan olduğunu gözəl bilirsiniz. Maye, su, məhz bu doşab həmişə köməyə çatır. Doşab varsa, orqanizminizdə deməli siz mükəmməl bir sağlamsınız və xəstəliklər sizdən uzaqdır. Evlatlarınıza bacarınız qədər bolluca doşab verin dostlar. Sağlamlıq sizin öz əlinizdədir. Və sonda olaraq əziz bəylər, şam qozasının bəhməzi sizi daima güclü edəcək, cinsi zəiflikdən uzaq olacaqsınız. Şam qozası bəhməzi həmişə sizin dadınıza çatacaq. Sağlamlıq sizin öz əlinizdədir, qəbul edin. Sağlam olun dostlar.